Salam millət, hər vaxtınız xeyir. Keçən dərs demişdim ki, likvidity sweep ilə bağlı suallarınız olsa yorumlara yazın. Gördüm ki, bilmədiyiniz mövzular var. Ona görə bu dərsi likvidity sweep mövzusuna fokuslanacağıq. Amma likvidity sweep-i bilməkdən əvvəl likvidity round-u tam məntiqini başa düşməliyik, sonra keçməliyik digər məsələyə. Bu dərsə çox diqqətlə qulaq asın, çünki market maker modellərində ki, onsuz da market maker modeli ola bilər ki, hər zaman yaranmır, çox sürətli şəkildə yaranmır. Yarandıqda çox gözəl nəticə verir. Amma likvidity sweep-lə internal rate liquidity, external rate liquidity məntiqinə əsasən ki, gələcəkdə bunların üzərində əsasən qızılda çox işləyəcəm mən. Bu mövzular sizin çox köməyinizə gələcək. Ona görə bu dərsə çox diqqətlə dinləyin. Məntiqini başa düşməyə çalışır. Və qısa bir şey də deyim, mən əsasən likvidity sweep-ləri qızıl və Nasdaq üzərində ən çox istifadə edirəm. Forex üzərində mən özüm şəxsən istifadə etdiyim strategiyalarda qorunmalar üzərində qurulub. Yəni likvidity təmizləməsinin əksinə qorunmalar üzərində. Tamam. İlk öndə dediyim kimi likvidity round nədir onu başa düşəcəyik. Qısa izah, bazarın ard-arda bir neçə likvidity nöqtəsinin köhnə high, low, səliqəli şəkildə ovlayaraq yol boyu stoplarını götürərək irəliləməsidir. Buna biz açığı boss olaraq da qəbul edirik, yəni boss olaraq da bilirik. Amma sweep bir nöqtənin götürülməsi, yəni bir nöqtəni təmizlədi market və reversal hərəkətini başladır. Run isə çoxlu nöqtənin ardıcıl götürülməsidir. Niyə vacibdir? Likvidity run adətən bazarın hara gedəcəyini istədiyini göstərir. Market strukturu shift gəlməyənə qədər davam edir. Təcrübəsiz traderlər yanıldan trend kimi görünən, amma əslində likvidity ovlayan hərəkətdir. Gəlin indi burada nə yazıldı? Bunu bir oxuyaq. Bir özümüzü sadələşdirək, bir hekayələşdirək. Bu deməkdir ki, likvidity round. Çox traderin manipulyasiya düşdüyü ərəfələr olur ki, yəni buranın likvidity sweep kimi, likvidity təmizləməsi kimi qəbul edir. Halbuki elə deyil. Yəni orada bir manipulyasiya hərəkəti oldu. Səni market maker orada yanıltdı. Ona görə bu mövzunu dərindən başa düşməliyik. Bir də shift mövzusuna gələk. Market structure shift, yəni MSS. Keçən dəfə də mən market maker buy və yaxud da sell modeli ilə bağlı danışanda orada qırılım dedim, boss adlandırdım. Amma bəzi tələbələrimiz onu yanlış başa düşə bilər. Millət, orada əsas mövzu odur ki, qırılım gəlsin. Yəni shift ümumiyyətlə qırılım. Və yaxud da ki, bu MSS ola bilər, boss ola bilər. Arasındakı incə bir fərq var. Nədir? Boss ümumiyyətlə trendin davam etdiyini göstərir. Yəni qalxış yönlü bir up trendimiz varsa və burada high qırıldıqca davam edirsə, burada artıq o qırılmalar boss adlanır. Yəni trendin davam etdiyini göstərir ki, round da bunu eləyir. Amma qalxan trenddə artıq düşüş yönlü bir qırılma gəldikdə o shift, market structure shift, MSS adlanır. Yəni aşağı yönlü artıq qırıldısa, trendin istiqamətinin dəyişdiyinə dair böyük bir təsdiqdir. Sadəcə bunu yenə də mən MSS ilə bağlı video paylaşmadığıma görə hara gətirdim mövzunu? Qırılıma. Aha, buraya yəqin ki, hər kəs aydındır. Yenə də suallarınız olarsa, zəhmət olmasa yorum hissəsini yazın. Hər birinizdə Telegrama gəlin. Dediyim kimi, uyğunlaşan kimi, yəni mütləqdir ki, bununla bağlı praktikalarımız olacaq. Keçdik ikinci mərhələyə. Rounddan sonra nə gözlənilir? Eyni istiqamətdə impulsların davam edilməsi. Bu nə deməkdir? Bir izah edəcəm. Eyni istiqamətdə impulsların davam edilməsi o deməkdir ki, yəni market bir boss və yaxud da bir qırılım gətirdisə, yəni likvidity təmizləməsi deyil, bir likvidity qırılması etdisə, burada marketin həmin istiqamətdə davam ediciyinə dair bir təsdiq ola bilər. Bu nə ola bilər? Həmin istiqamətdə bir FVC yaransın, displacement şəkildə bir FVC, PDRI falan. Yəni burada əsasən FVC yaranması. Bunu da şəkillərini izah edəcəm. Hələ stoplar qalmışdırsa, bazar ora qədər gedəcək. Bunu belə də düşünə bilərik ki, market önəmli bir səviyyədə deyilsə, hər hansı bir yerdən bu manipulyasiya edici hərəkəti yaradıbsa, bu zaman yenə biz oradan U dönüşü gözləmək əvəzinə düşünə bilərik ki, marketin gedə biləcəyi hələ də yerlər var. Ona görə oradan artıq impuls təsdiqlərimiz də gəlibsə, əks istiqamətə deyil də davam edici şəkildə qəbul edə bilərik. Dediyim kimi, bunları nümunədə göstərəcəm. Narahat olmayın, rahat olun. Hər biriniz yəqin ki, dəftərləriniz, qeyd dəftərləriniz və yaxud da ki, qrafiki mütləqdir ki, sizin böhrünüzdə olmalıdır video izləyən zamanı. Çünki bütün videoları mən danışıram. Siz burada baxıb, sonra keçib qrafiki bağlayırsınızsa, heç bir mənası yoxdur. Yəni bunlar hər biri qrafikin qarşısında siz öz gözlərinizlə görməlisiniz ki, tam nə demək istədiyimi başa düşəsiniz. Əks siqnal ancaq shift
gəldikdə və ya da PDR reaksiya gəldikdə alınır. Yəni deyirəm ki, likvidity təmizləməsi oldu və market biraz geri çəkilmə elədi. Bunu qrafik üzərində göstərəcəm. Shift gəlmədiyinə qədər hələ də biz orada marketin əks istiqamətə gedə biləcəyini düşünə bilərik. Keçək burada bir nümunə göstəreyim. Burada nə görürük? Swing high bölgəsi var. External liquidity, yəni bu swing high bölgəsi bu şəkildə qırıldıqda biz burada nə görürük? Swing high qırıldı və az öncə mən nə demişdim? Impuls demişdim, düzdürmü? Eyni istiqamətdə impulsların davam edilməsi. Burada swing high qırıldıqdan sonra nə baş verdi? Normalda buranın likvidliyin təmizlənməsi kimi adlandıra bilərik, düzdürmü? Burada görürük ki, hələ də qalxış yönlü bir təsdiq verib. Nə verib burada? Fair value gap. Yəni marketin qalxması istiqamətində təsdiq verib. Burada görürük ki, market həmin FVG-yə gəlir, təsdiqini alır və buradan artıq qalxmağa başlayır. Bu o deməkdir ki, bax, birinci impulslardan biridir. Bu, yəni hal-hazırda likvidity sweep olmadı. Burada round baş verdi. Yəni market hələ də ardıcıl likvidity təmizlənməsi üçün davam edir. Qalxır hələ ki yuxarı. Bu FVG, dediyim kimi, bizim hərəkətin davam ediciliyinə dair böyük bir təsdiqdir. İkinci mərhələ yenə burada bir qırılmadan sonra yuxarıda burada nə baş verdi ona bir baxaq. Bu swing bölgə ilə təmas halında, yəni həm swing bölgə ilə qalxışda olan FVG-nin təmas halında yaranmış bir internal liquiditiyimiz varsa, bu da bir təsdiqdir qalxış yönlü. Yaxud da ki, bu qırılımın üzərində yəni swing bölgəmizin üzərində bir FVG yaranmışsa, bu da o deməkdir ki, market ora geri çəkilə bilər, oradakı təsdiqlərlə hərəkətini davam etdirə bilər. Bu yenə də round aiddir, yəni market hələ də qalxış yönlü hərəkətini davam etdirir deməkdir. Buradan siz geri dönüş, yəni bu FVG çevrilsə əgər ki, düşünməyin ki, burada market düşəcək. Bu nə idi? Qalxışa dair ki, çevrilməməlidir FVG, çünki gəlib buradan qalxması daha qaydaya uyğundur. Bu amma round aid deyil. Yəni bu əslində liquidity sweep-ə aiddir. Burada nə görürük? Qırıldı bura və qırılımdan əvvəl bir FVG yaradıbsa, bu artıq davam ediciliyə aid deyil. Burada market dönməyə daha çox meyl edib. Bunu izah edəcəm. Burada qalxış yönlü buy side liquidity round nümunələri var burada. Baxın, təmas halında, swing high bölgəsinə təmas halında bir FVG, swing high bölgəsinin təmasının üzərində bir FVG. Sonra bu artıq deyil. Swing bölgənin aşağısında bir FVG, bu isə round aid deyil. Bura qədər ümid edirəm ki, hər kəsə aydındır. Burada sell side liquidity round var. Burada gördüyünüz kimi yenə swing low-un təmas halında bir FVG. Sonra liquidity aşağısında, daha doğrusu swingin aşağısında bir yenə FVG. Bu isə yenə swingin yuxarısında bir FVG-miz varsa, bu yenə round-a aid deyil. Bunlar marketin davam ediciliyinə dair əsas göstəricilərdən biridir. Keçirik əsas mövzumuza. Liquidity sweep nədir? Bura qədər hər şey aydınlıqsa, bir qrafik üzərinə baxın. Gəlin istəyirsiniz birlikdə baxaq. Birdən siz özünüz eləmərsiniz. Gəlin o zaman grafikə birlikdə baxaq, sonra yenidən liquidity sweep mövzusuna gələrik. Deyirəm ki, burada bir nümunə var. Market aşağı yönlü bir qırılma verib, düzdürmü? Burada. Swing bölgəni aşağı yönlü qırıb. Bunu düzəldək ki, daha rahat görəsiniz. Qırıldıqda nə olmuş olur? Burada, yəni boss olur da, düzdürmü, nəticə olaraq. Və burada nə görürük? Təmas halında nə baş verib? Bir FVG-miz var. Bu nə idi artıq? Marketin düşüş yönlü, yəni təsdiqlərindən biridir. Burada market gəlib təmas edib, düşmə ehtimalı daha çox yüksəkdir. Yəni nəinki buranı qırıb, market qalxsın. Yəni buranın likvidity təmizləməsindəndirsə, düşmə ehtimalı daha yüksəkdir ki, bu şəkildə market təmas edib, düşməsi ki, FVG-ni də burada necə hörmət elədi, heç biri qırılma falan vermədən düşməyə davam etdi. Bu nümunələri mən bir nümunə göstərəcəm hərəsində. Siz özünüz çoxlu nümunəyə baxmanızı tövsiyə edirəm. Keçdik əsas mövzumuza. Liquidity sweep nədir? Qısa izah. Bazarın əvvəlki yüksək və ya aşağı bazarın əvvəlki yüksək və ya aşağı səviyyəsinin üstündə qısa müddətlik keçib, stopları partladıb, götürüb, təmizləyib, dərhal əks istiqamətə dönməsinə liquidity sweep deyilir. Və burada incə bir detallar var. Niyə olur? Çünki həmin zonada çoxlu stop losslar var, çoxlu pending, yəni limit orderləri var, buy stop, sell stop var. Bu kimi liquidity-ləri yeyib, sonra öz istiqamətinə getirirlər.
Əsas fikir burada sweep bu trendin dönüşünün və ya güclü bir hərəkətin başlanması üçün lazım olan yanacaqdır. Yəni burada olan bütün likvidliyi təmizləyib düşüş yönünü öz yanacağın artıq təmin etməsidir. Çünki marketdə hərəkət edən zamanı yanacaq nədir? Likvidliyidir, düzdürmü? Və yaxud da bizim balansımızdır, və yaxud da bizim stoplarımızdır. Bunu burada təmizləyib, bütün stopları partladıb, artıq əks istiqamətə getməsinə likvidite sweep deyilir. Burada deyərsiniz ki, fitillə və yaxud da bədənlə qırılma mövzusu var. Açıq bunu deyim, bunu sonda da belirtəcəm ki, yəni mən şəxsən özüm fitillə ən çox istifadə edirəm, amma sırf burada qaydasını izah edəcəm. Bu şəkilləri də həqiqətən sağ olsun, mən normalda özüm hazırladım. Bir YouTube-da qardaşımızdan gördüm, İngilis qardaşımızdan çox gözəl hazırlayıb, əllərinə sağlıq. Ondan götürdüm açığı. Yəni inşallah ki də haqqı halal olar. Videosunu tapsam burada aşağılara işarələyəcəm. Sweep'dən sonra nə gözlənilir? Yəni market liquidity sweep olduqdan sonra market structure shift, yəni qırılma. Sonra burada FVC-miz var. FVC və yaxud da PDRA ola bilsin order block, FVC, imbalans, trend dəyişimimizdə retracement və ya retracement. Yəni burada bir liquidity sweep olduqda bədənlə də bağlaya bilər. Biz nə göstərmişdik? Bu bölgənin aşağısında bir FVC-miz və yaxud da yuxarısında, aşağıdadsa yuxarısında bir bölgəmiz, FVC-miz varsa bu round deyil. Düzdürmü? Round deyilsə nədir artıq? Liquidity sweep'dir. Yəni burada bir FVC-miz varsa və bu FVC aşağı yönlü bağlanış eləyirsə ki, burada var, eləyirsə artıq nə olmuş oldu bu? FVC-yə çevrildi. Buranın likvidliyi təmizlənmiş oldu və buradan market artıq ki, görürsünüz aşağı yönlü də bir FVC yaradıb, aşağı yönlü FVC yaradıb. Burada yəni artıq satış istiqamətdə baskılar davam elədi. Çünki buradan işini tamamladı, bütün likvidliyini təmizlədi və artıq buranda ki FVC-nin də məntiqi necə idi? Sizə izah etmişdim ki, burada həqiqətən də alıcı yönlü FVC baskınmısa, oranı market yeni high yaratmalıdır. Yarada bilmirsə artıq, FVC çevrilirsə, bu o deməkdir ki, artıq o alıcılar güclü deyil və satıcılar güclüdür ki, marketi aşağı yönlü aparmağa çalışacaqlar. Ki aparırlar da. Burada yenidən düşüş yönlü FVC-miz yarandı və market düşüş yönlü davam elədi. Burada da bir nümunəmiz var. Market gördüyümüz kimi burada likvidliyi təmizləyir. Mən açığı fitillə daha çox tərəfdarıyam. Özüm də əsasən qızılda bundan və yaxud da enkidə işləyəndə likvidity sweep olan zamanı, fitil olan zamanı daha çox rahat oluram. Burada nə görürük? Market buranın bütün likvidliyin təmizlədiyi, bütün stoplarını təmizlədiyi, retail traderlərin stoplarını partlatdı. Burada yaranan FVC-ni FVC-yə çevrildi və buradan shift də yaratdı hətta. Market structure shift bu da millət, yəni düşüş yönlü trendin qalxış yönlü keçməsini artıq təsdiqin. Bundan sonra market hərəkətini davam elədi. Hətta burada yaranan FVC-lər də bizim marketin hərəkətinin davam etməsinə böyük bir təsdiqdir. Çünki artıq alıcılar marketə hakimdir. Keçirik bu hissəyə. Liquidity sweep və liquidity round'un qısa fərqi. Liquidity sweep bir likvidlik nöqtənin qısa müddətdə götürülməsi, məqsəd likvidliyi süpürüb dərhal dönüş eləməsi, liquidity round isə bir neçə nöqtənin ardıcıl götürülməsi, hərəkətin hara davam edəcəyini göstərir. Yəni dediyim kimi millət BOSA daha çox yaxındır bu. Yəni marketin davam ediciliyini göstərir nəticə olaraq. Burada equal high və yaxud da equal low-lar var. Equal high-lar və yaxud da equal low-larda ICT-nin məntiqinə əsasən təmizlənməyə daha çox hədəf nöqtəsi kimi daha çox hədəflənə bilər və yaxud da ora təmizlənməsi daha güclüdür. Çünki orada çoxlu high və yaxud da low varsa, orada həddindən artıq çoxlu stop var, bazar ora gedəcək deməkdir. Yəni oranın likvidliyini təmizləmək üçün ora getməyə can atacaq deməkdir. Gəlin keçək qrafik üzərindən buna yenə bir nümunəyə baxaq. Bu səhv qızılda bir nümunə hazırlamışam. Bunu bizim müəyyən tələblərimiz var ki, bilir, çünki bu aldığımız əməliyyatdır. Biraz fərqli almışdıq, amma bura tanış mənzərədir. Burada nə baş verib? Internal likvidlikdən bildiyimiz kimi, bura bizim bir internal likvidliyimizdir. Burada external, yəni bizim hədəf nöqtəmizdir, targetimizdir. Bu zaman keçirik 1M-ə. Keçdikdən sonra burada nə görürük? 1M dedikdə, yəni aşağı zaman dilimdə, burada 5M əslində keçməyimiz daha uyğundur saatlıqdan. Burada nə görürük? Market aşağı yönlü hərəkət edən zamanı bir low buraxıb, o low-u sonradan gəlib burada təmizləyib. Düzdürmü? Buranın likvidity sweep eləyib. Yəni bu çox gözəl situasiyadır. Buranı təmizlədikdən sonra buranı təmizləyib, likvidity sweep eləyib. Buna total sweep də deyə bilərsiniz.
Əslində o da biraz daha dərindir. Onda inşallah ki, eynidir, açıq dərindir deyil, eynidir. Amma adını daha çox çəkəcəm. Burada likvidity sweep elədikdən sonra, yəni buranı təmizlədikdən sonra az öncəkindən fərqi nə idi? Burada təmizlədikdən sonra FVG gəlmişdi, düşüş yönlü, təmas və yaxud da bunun aşağısında, amma burada bu hadisə baş verməyib, təmizlənib və nə demişdik? Bu bölgənin yuxarısında əgər FVG varsa, bu bizim üçün Civic bölgəsinə daha uyğundur. Əgər bundan aşağıda olsaydı və yaxud da təmas halında olsaydı, bu nə olacaqdı millət? Run olacaqdı. Burada mən əməliyyata bloklardan girməyə daha çox sevdiyim üçün buradan əməliyyata daxil olub. Yəni FVG-lər deyir, bu əməliyyata buradan daxil olub. Ki, hətta bunun da mən normalda 0.5-dən falan girməyə daha çox sevirəm. Burada bizim targetimizə qədər ki, bu sadəcə göstəriş olaraq göstərirəm. Deyəlim ki, minimum 2 kar və yaxud da bu tipli hədəflərimizi ala bilərik. Burada yenə gəlib bizim blokumuza, əməliyyatımıza alıb, market hədəfi istiqamətində davam edir. Bu qədər millət. Likvidity sweep ilə bağlı istədim ki, bütün fikirləriniz tamamlansın, beyninizdə qalan bütün suallar cavablansın. Əgər ki, varsa suallarınız yenə burayla bağlı yaza bilərsiniz, yorumlara yaza bilərsiniz. Əgər ki, başqa mövzular varsa, Market Maker buy modelinin çünki bundan sonraki dərsiniz praktikasıdır. Orayla bağlı suallarınız varsa mütləq ki, yazın. Çünki o dərs vacib dərsdir. O dərsdə heç nə beyninizdə demək olar ki, qaranlıq qalacaq bir sual olmasın. Sağ olun millət, hər biriniz Telegram kanalına dəvətlisiniz, ödənişsizdir. Açıqlama hissəsində mütləq ki, link olacaq. Sağ olun, var olun.